Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumma accil ve likel farac. Salam dəyərli vətənlər, xoş gördük sizləri bu mübarək Ramazan ayında. Ümidvarıq Allah Taala bu gözəl ayda, bu bərəkət dolu ayda tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları qəbul edər inşallah. Belə bir rivayətimiz var ki, Ramazan ayında şeytanın əli qolu zəncirlənər. Yaxşı, bəs əgər həqiqətən də belə bir şey varsa ki, rivayətlərə əsaslansaq var, bəs bu günahlar ki, bizdən baş verir, bu nə üçündür Ramazan ayında? Yaxşı, artıq şeytanın əli qolu bağlıdır və bizi günaha sövq edə bilmir. Nə səbəb olur yenə biz günahlara düçar oluruq, mürtəkib oluruq? İnsanın bu Ramazan ayında şeytanın əlinin qolunun bağlı olmasına rəğmən yenə də günaha düşməsi və günahların insandan, xətaların insandan baş verməsinin səbəbi nəfsdir. Bizim bir nəfs əmmarəmiz var ki, insana daima pislikləri, günahları əmr edir. O şeytanın şagirdidir. Şeytanın şagirdidir və müəllimi onun elə şeytandır. Şeytandan dərs alır. Onu insan cilovlamağı bacarmalıdır. Digər nəfs isə adı ləvvamədir. Ləvvamə o nəfsə deyirlər ki, daima insanı danlayır. İnsandan xəta baş verdikdə, günah baş verdikdə, hər hansısa bir səhvə yol verdikdə insanı danlayır. Nə üçün bu işi gördün? Niyə bu işi dedin? Nə üçün filan yerə getdin? Nə üçün filan kəsin xətrinə dəydin? Filan kəsin qəlbinə toxundun? Bu işi bundan ibarətdir. İnsanı danlayır ki, növbəti xətaların qarşısını alsın, növbəti günahların qarşısını alsın ki, insan yenidən o günaha düşməsin və onu təkrar etməsin. Əgər insan bu mərhələni də keçsə, yəni özünü tərbiyə etmiş olsa, islah etmiş olsa, bu nəfsdən möhkəm yapışmış olsa, nəfs-i ləvvamədən, yəni nəfs-i əmmarəni özündən uzaqlaşdırmış olsa, onu tərbiyə etmiş olsa, bir mərhələ yuxarı qalxır ləvvamə və daha sonra öz üzərində çalışmaqla, özünü islah etməklə, İslamın buyurduğu bu dəsturul əməllər ki var, qaydalar və o qaydaları, zikirlər, dualar, müstəhəblər, və bunlara əməl etməklə insan özün elə bir məqamı yetişdirir ki, artıq o mutmainnə nəfsinə sahib olur. Quran-ı Kərimdə Fəcr surəsində bir ayə var. Allah Taala o ayədə buyurur ki, Ya yuhən nəfsul mutmainnə irci ilə rabbik radiyətən mərziyə. Ey o nəfsi ki, arxain olub. Nəfs mutmainnə o nəfsə deyərlər ki, artıq günahın mahiyyətin, həqiqətin dərk edib və onun nə qədər pis bir şey olduğunu dərk edib və onun kimin müqabilində etdiyini dərk edir, ondan uzaqlaşır. O dərəcədə ondan uzaqlaşır ki, artıq istəsən də onu günaha mürtəkib edə bilməzsən. Həm özü istəmir ona düşsün, həm sən onu və yaxud da qıraqdan hər hansısa bir şəxs kənardan onu bu günaha mürtəkib edə bilməz. O nəfsə deyərlər mutmainnə nəfsi. Yəni artıq arxayınlaşıb, mutmaindir, etminanı var özünə, güvənci var özünə. Bu cəhətdən ki, artıq bilir ki, bu günah mahiyyəti nədən ibarətdir? Günahın əsl zatını və pərdə arxasını görüb dərk eləyə bilir. Allah Taala ona buyurur ki, öz Rəbbinə geri qayıt, öz Rəbbinə qayıt. O nəfsə buyurur, nəfs-i mutmainnəyə. Yəni artıq kifayətdir, sən bütün imtahanlardan, bütün sınaqlardan keçdin. Bəs edir, artıq səni imtahanlara tabe tutmaq ehtiyacı yoxdur buna. Və Rəbbinə tərəf geri qayıt. Bir halda ki, raziyətən mərziyə. Həm sən ondan razısan, yəni Rəbbindən razısan, həm Rəbbin səndən razıdır. Və davamında buyurur, mənim bəndələrimin, xalis bəndələrimin, özün kimi olan, mütmain nəfs sahibi olan bəndələrimin sırasına qoşul və cənnətimə daxil ol. Bax, bu mərhələləri gəlib çata bilmək üçün ilk öncə insan bu nəfs-i mutmainnə ki, Ramazan ayında şeytanın olmadığı, əlinin qolunun bağlı olduğu ayda insanı nəfs-i əmmarə ki, insanı sürükləyir bu cəhənnəm atəşinə doğru ona qalib gəlməkdir. Və onun üçün də yolları var. Onun üçün də yolları var. Bu bir, belə deyək, 11 ay şeytana şagirdlik edib, 11 ay bu nəfs əmmarə dediyimiz insanı daima çirkin işlərə, pis işlərə, nəfsani şeylər ki deyir ya, biz dilimizdə bir istilah, bir bənzətmə var, deyirlər nəfsani istəklər. Bu həmin nəfsdir, nəfs-i əmmarədir. İnsanı sürükləyir, bir 11 ay şeytana şagirdlik edib, şeytan onun müəllimi olub. Ondan yollar öyrənib ki, insanı necə azdırsın. Və insanın bu cismini ixtiyarına alıb, istədiyi kimi 11 ay müddətində halal haram demədən insana nə gəldi yedizdirib. İstədiyi sözü danışıb, istədiyi yerə baxıb,
istədiyi şəxsə töhmət vurub, onun qeybətini edib, haqqında yalan ifadələr işlədib. İndi Allah Taala sənə sübut etmək istəyir ki, bu 11 aydan sonra ki, Ramazan ayı gəlib, mən artıq şeytanı bağlamışam, yenə səndən xətalar baş verir, onun səbəbi nədir? Həkim olan Allah özü səni müalicəyə başlayır. Sənə sübut edir bu mədud olan, Quran-ı Kərimdə vurur, əyyamul mədud. Sayı məhdud olan bu günlər ki var, Ramazan ayı, bu bir ay müddətində 11 aydakı xətaların səbəbini sənə göstərəcəyəm. 11 ay müddətində həm şeytan idi və onun ən yaxın sirdaşı bu nəfs əmmarə idi. İndi artıq şeytan yoxdur, amma onun şagirdi və onun ən yaxın dostu, səni azdıran, səni cəhənnəm ateşinə doğru yaxınlaşdıran bax odur. 11 ay sənin cismivi öz kontroluna alıb ruhuvu ac saxlamısan, cismivi qidalandırmısan bu nəfsin əmri ilə. İndi isə əksinə etməlisən. İstəyirsən müalicə alasan, həkim olan Allah özü deyir. İstəyirsən müalicə alasan, mən sənə müalicə metodunu deyim. İlk öncə bir check-up verməlisən ki, dərdinin nə olduğunu bilməlisən. Bu Ramazan ayı həmin check-updır, analiz. Bir analiz verirsən, bilirsən ki, artıq sənin problemin nədədir. Artıq biz bildik ki, problemimiz təkcə şeytan deyil. Nəfs əmmarə ki, şeytanın da xidmətkarlarından biridir. Problemlərimizdən biri də elə odur. Bizim daxilimizdə, özümüzdə olan bir şeydir. Nəfs əmmarə. Problemi tapdıq. Amma o problemin həlli yönündə, yəni o xəstəliyi müalicə etmək lazımdır. İnsanın cismən olduğu kimi ruhunun da xəstəlikləri var. Biz 11 ay ruhu ac saxlamışıq, xəstəliyə düçar etmişik. Cismi isə qidalandırmışıq haramlarla. İndi isə müalicəyə başlayır Allah Taala. Buyurur müalicənin yollarını biri. Bu 11 ayın əksinə edəsən. 11 ayın əksinə etmək bu da o deməkdir ki, artıq bu bir ayda ruhu qidalandırmalısan. Cismi az saxlamalısan. Bu cism ki 11 ay müddətində nəfsin xidmətində olub, əmmarə nəfsinin ki daima insana əmr edib pislikləri, istədiyi şeyi yeyib, halal haram demədən, istədiyi kimi danışıb, qeybət edib bu dilin vasitəsilə, istədiyi qeybəti işidib bu qulağın vasitəsilə, istədiyi haramlara baxıb bu gözün vasitəsilə artıq bunun müalicəsinə başlamaq lazımdır. Bunun xəstəliyi irəliləyib. 11 aydır bu xəstədir. Diaqnoz qoyulub, artıq diaqnoz bəllidir, bunu sağaltmaq lazımdır, müalicə etmək lazımdır. Müalicənin metodlarından biri də Allah Taala özü bizə deyib də bunu. Bu məhdud olan günlərdə, 11 ay müddətində 14 saat, 15 saat, 16 saat, indi coğrafiyadan asılıdır bu, yaşadığınız ölkədən. Bunu müalicə etməlisən, ad saxlamalısan, hətta halallardan belə onu əsirgəməlisən. Halal qidaları və nemətlərimi ondan əsirgəməlisən, onlar tərbiyə olunmalıdır. Başa düşməlidir öz səhvini və nöqsanlarını görməlidir bu cisim. Cismi insan ruhun ixtiyarına verməlidir. O zaman insan yüksələ bilir, ucala bilir. Və artıq birinci mərhələni ki keçdin, nəfsi ləvvamaya sahib olursan. Öz xətalarında daima özünü danlayırsan. Bu bir uğurdur, bu insan üçün bir uğurdur. Ramazan ayında bu insan bu uğuru qazana bilər. Bizim çox az bir sayda günlərimiz qalıb. Artıq Ramazanın yarısı demək olar bitib. İmam Sadiq əleyhissalamdan rivayət var, deyir, mən təəccüb edirəm bir kəsə ki, özünü bu ayda bağışlatdıra bilməyə. Xüsusilə Qədr gecələrində ki, qarşıdan Qədr gecələri gəlir. Bu nəfs əmmarəni kontrol edib, onu nəfsi ləvvaməyə çevirə bilmək üçün ən gözəl fürsətlərimizdir bu 3 gecə. Ən gözəl. Ümumiyyətlə Ramazan ayının özü böyük bir fürsətdir bizim üçün, amma xüsusilə Ramazan ayında bu Qədr gecələri, əhya gecələri dediyimiz gecələr bizim üçün fövqəladə dərəcədə bir böyük bir nemətli fürsətdir ki, yolunu azmış bu nəfsi ram edək, cilovlayaq. Ki 11 ay başa çatdıqdan sonra artıq yenidən biz nəfsi əmmarənin əlində əsir olmayaq. Ki ona şeytan da qoşulacaq, müəllimi də gəlib qoşulacaq, ondan sonra iş işdən keçəcək, gecə olacaq. Və heç birimizin də sabahsı günü qarantiyalanmayıb. Yəni zəmanət verilməyib ki, biz sabahlar Ramazan ayından sonra yaşaya biləcəyik. Nə qazandıqsa bu ayda qazandıq. Odur ki, bu ayda insan çalışmalıdır ki, Əhl-i Beytdən gələn zikirlər ki var rivayətlərimizdə, dualardır, Səhifə Səccadiyyədə qeyd olunan, Məfatih kitabında qeyd olunan dualardır, zikirlərdir, müstəhəb əməllərdir. Bacardığımız qədər bunlardan istifadə etməliyik. Gecə namazları xüsusilə mütləq deyil, uzun uzadı gecə namazı qılasan. Bəli, dərk edirik, bütün insanlar çalışır, işləyir, səhər durub işə getməlidir, imsak üçün oyaq qalacaq, günün bir neçə saatı artıq o lazım olan enerji onda olmayacaq sabahsı gün. Çalışıb işləyib, pul qazansın, ailəsini dolandırsın, bu təbiidir. Amma
ən azından 3 rükətlisini qıla bilərik. 2 rükət şəfi və 1 rükət vitr namazını qıla bilərik. Olmadı 1 rükət vitr namazı qılınsın. Yəni, özümüzü bundan məhrum etməyək və iftar süfrələri öz gücümüz miqdarında, evimizdə nə hazırlayırıqsa özümüz üçün iftar zamanına, elə onları da mömin qardaşlarımız üçün hazırlayıb onları dəvət edə bilərik. Mütləq deyil, borca, xərcə düşək, gedib cəhcəlallı bir süfrə açaq və yaxud da onu aça bilmiriksə, tamamilə özümüzü bu savabdan məhrum edək. Cəhcəlallı bir süfrə aça bilmiriksə, eybi yox, evimizdə olan qidalardan ki, onlar da Allahın nemətidir. Öz yediyimiz qidalardan hər ikimiz çatdığı, güvəndiyimiz, etibar etdiyimiz yaxın mömin qardaşlarımızdan dəvət edib bir yerdə iftar edə bilərik. Bunun da savabı var. Zikirlərdir, iş halında, iş görə zikirlər edə bilərik. Mütləq deyil, təsbih tutasan əlində, bütün işini dayandırasan, oturasan bir güşədə zikrinə məşğul olasan. Hamı çalışır, işə gedir. Biri sürücüdür, sükan arxasındadır. Biri ustadır, əlində avadanlığı var, qalxıb 3-cü, 4-cü mərtəbədə iş görür. O təsbih çevrəsi bir şəraitdə deyil. Amma zikr edə bilər dilində. Allahı xatırlaya bilər dilində. Bunlar kifayət edir. Bu aydan maksimum dərəcədə bəhrələnmə, istifadə etmək lazımdır. Və digər mömin və bacı qardaşlarımızı dua etmək. Xüsusilə Ramazan ayının rivayətlərdə var ki, Ramazan ayında vacib namazlardan sonra xüsusi dualar və zikirlər var. Əlhəmdülillah, internet dövründə yazsa çıxacaq bunların hər biri. Bu zikirlər çox qısadır, 1 dəqiqə, 2 dəqiqədən ibarət olan dualar və zikirlərdə özümüzü bunlardan məhrum etməyək və sizlərdən də xahişimiz budur ki, bu gözəl ayda bizləri də dua edəsiniz ki, biz də öz nəfsə əmmarəmizə qalib gələ bilək. Ən azından bir mərhələ irəliyib nəfsi ləvvaməyə sahib ola bilək. Allah oruc və ibadətlərinizi, namazlarınızı, dualarınızı qəbul etsin inşallah. Yenə də görüşmək ümidi ilə Allah amanda qalın. Sağ olun.